Qaraciyər yağlanması təhlükəlidirmi? Çox vaxt bunu ultrases müayinəsində yazılan və çox da əhəmiyyət vermədiyimiz bir tapıntı olaraq dəyərləndiririk və qaraciyərdə yağlanma var, amma bunun təhlükəli olmadığını düşünürük. Bəs həqiqətən də belədir? Əslində yox. Qaraciyər yağlanması orqanizmdə metabolik problemlərin ilk siqnallarından biridir. Yəni problem təkcə qaraciyərdə deyil. Bu xəstəlik çox vaxt artıq çəki, yüksək təzyiq, yüksək kolesterol, insülin müqaviməti və şəkərli diabetlə birlikdə gedə bilir. Ən önəmlisi odur ki, bu xəstəlik uzun illər heç bir əlamət vermir. Yəni insan özünü tam sağlam hiss edir, amma qaraciyərində iltihab və fibroz inkişaf edə bilir. Ona görə də qaraciyər yağlanmasına sadəcə ultrasesdə yazılan bir cavab kimi yox, metabolik sağlamlığımız haqqında vacib bir siqnal olaraq qəbul etməliyik.